Salamlar kanalımın değerli izleyicileri. Her birinizi bir daha hoş gördük. İlk işim bildiğiniz gibi daimi izleyicilerimi, burada əziz, sevimli izleyicilerimi salamlamaqdır. İlk işim buradan salamlarımı göndereceğim ve bu sefer bir dəqiqə, bu sefer biraz fərqlilik eləmişəm. Necə bir fərqlilikdir onu da göstereceğim size. Buradan salamlarımı göndererek hər birinə ürəkləri özüm çəkəcəm şəxsən. Orada stikerdən istifadə etməmişəm. Bu sefer Əliva Zeynəb qızımıza, Nərminə Nəsrollaya, Bayram, bəziləriniz soyadlarınızı qeyd etməmisiniz deyə soyadınızı deyə bilmirəm. Azər balamıza, Elnurə qızıma, Aydan Allahverdiyeva qızıma, Rəfiyeva Azərin, gözəllərim mənim Aylin və Məmmədli Raya. Hər birinizə buradan qucaqda olsun salamlarımı göndərirəm. Qızlarıma, oğlanlarıma, bütün şagirdlərimə. Siz də mənim şagirdim sayılırsınız. Baxmayaraq bir-birimizi tanımırıq, üz-üzə görməmişik bir-birimizi, amma hər birinizi çox sevirəm. Hər birinizə hörmət bəsləyirəm. Kanalıma verdiyiniz dəyər üçün təşəkkürlərimi bildirirəm. Videolarımı paylaşmağı və digər şagirdlərinə bundan yararlanmağını sizdən xahiş edirəm. Abunə olmayan izləyicilərimə də yəni abunə olmalarını tövsiyə edirəm. Hər birinizi çox istəyirəm, sevgilərimi göndərirəm, salamlarımı göndərirəm. Deməli, bugünkü dərsimiz olacaq. Cəmiyyət sosial həyatın əsas hissəsidir. Cəmiyyət mövzusu hələ də davam edir və maraqlı mövzulardan biridir. Deməli, fərdlərin birliyi cəmiyyəti təşkil edir. Bu birliklərin və ya kollektivlərin yaranmasının müxtəlif formaları var. Məsələn, məktəb kollektivi, iş kollektivi, qonşular və s. və yaxud da ailənin özü də bir birlik sayılır. Məktəb kollektivi ailədən və qohumlardan fərqlənir. Sinifdə bir-biri ilə əvvəlcədən tanış olmayan və ya bir-birini qismən tanıyan eyni yaşlı fərdlər cəmlənir. Məsələn, qismən tanıyan odur ki, ola bilsin iki qonşu eyni sinifə düşə bilərsiniz və yaxud da məktəbə düşə bilərsiniz, məktəbdə oxuya bilərsiniz, təhsil ala bilərsiniz. O baxımdan deyil. Ya da hal-hazırda heç bir şəkildə tanımadığınız halda da bir sinifdə oxuya bilərsiniz, bir sinifdə təhsil ala bilərsiniz və məktəbdə sosial bərabərlik mövcuddur. Bütün şagirdlər hüquq vəzifə, yəni bütün şagirdlər hər biriniz eyni hüququ vəzifəni daşıyırsınız. Hansınızın arasında ki qeyri-bərabərlik varsa, mütləq bunun üçün tədbir görməyinizi xahiş edirəm. Çalışın ki, yəni qoymayın ki, hüquqlarınız tapdalansın. Mən demirəm, mütləq müəllimə hörmət etmək lazımdır, böyüyə hörmət etmək lazımdır. Ancaq hansı halda ki, başqa bir şagird tərəfindən və yaxud da müəllim tərəfindən hüquqlarınız pozularsa, hüquqlarınızın pozulduğu halda, yəni buna tədbir görməyinizi istəyərdim. Amma onu bilin ki, yəni sizin orada hüququnuz çoxdur. Mən demirəm, gedin məktəbə, müəllimlərə cavab qaytarın, müəllimlə sərt danışın, istədiyiniz kimi rəftar edin. Xeyr, qəti şəkildə bu mümkün deyil, ola da bilməz. Yəni ən son halda haqqınızı tələb etməyi bacarın. Təkcə məktəbdə yox, ümumiyyətcə hər zaman çalışın, özünüzə hörmət qoyun və haqqınızı tələb edin. Deməli, məktəbin işini kolleclər, universitetlər davam etdirir. Yəni həmin uşaqlardır, məktəbi bitirdikdən sonra inşallah ki, universitetdə həyatını davam elətdirir, kollecdə davam elətdirir və cəmiyyətdə universitetlərin rolu daha böyükdür. Onların əsas vəzifəsi tələbələrin peşə bacarıqlarını inkişaf etdirməkdir. Yüksək peşə bacarıqlarına yiyələnən tələbə sonraki əmək fəaliyyətində ölkənin iqtisadiyyatına öz töhfəsini verir. Bu tələbələrin sayı o qədər çox deyil, yəni burasını özüm deyim sizə ki, hər universitet oxuyan öz işini davam elətdirə bilmir, çox təəssüf ki. Amma o qədər əziyyət çəkirsiniz, 4 il gedib gəlirsiniz, oxuyursunuz. Ən azından çalışın elə bir ixtisasa yiyələnin ki, siz onu gələcəkdə yararlana biləsiniz, həmin ixtisasdan yararlana biləsiniz, dəyərləndirə biləsiniz. Bu da sizə mənim bir tövfəm olsun. Deməli, suallara axırda cavab verəcəm hər zamanki kimi. Sosial həyatın ən aktiv məkanlarından biri iş yerləridir. İş yerləri cəmiyyətə göstərdiyi xidmətə görə bir-birindən fərqlənir. Burada müxtəlif vəzifə və səlahiyyətləri olan insanlar fəaliyyət göstərirlər. İşçilərin yaş fərqləri onların sosial həyatına güclü təsir edir. Gənclərin təcrübəli insanlarla birgə çalışması əmək intizamına və işin keyfiyyətinə müsbət təsir göstərir. Əlbəttə ki, hər birimiz işə düzələrkən hələ tam o dərəcədə də yəni professional olmuruq, işimizin peşəkarı olmuruq. Amma çalışmarıq ki, işinin peşəkarı olan insanlardan çox şey öyrənək. Bunun üçün özümüzə qürur etməyə, mənasız yerə, boş-boş qürur etməyə heç bir mənası yoxdur.
Bu bizi irəliyə yox, geriyə aparacaq. Amma çalışın ki, nədənsə istifadə edə biləsiniz. Hansısa bir savadlı bir insandan, işinin peşəkarı olan bir insandan istifadə etməyi, yaxşı mənada istifadə etməyi bacarasınız. İşçilərin yaş fərqləri burada da qeyd olunur. Onların sosial həyatında deməli birgə çalışmağa, əmək intizamına və işin keyfiyyətinə müsbət təsir göstərir. Bu da iş mühitidir. Bu şəkildə də görürsünüz. Hərfi olmayan, nömrəsi olmayan bir şəkildir hər zamanki kimi. İş yerlərində işçilərin bir-biri ilə münasibətləri kollektivlərin güclənməsinə, bu da öz növbəsində cəmiyyətin inkişafına müsbət təsir göstərir. İşçilərin təhsil səviyyələrinin və ixtisas sahələrinin fərqli olması onlar arasında çox şaxəli əlaqələrin yaranmasına səbəb olur. Müəssisələrdə işçilərin sosial qruplarını, hüquqlarını qoruyan həmkarlar təşkilatları da fəaliyyət göstərir. Yəni müəssisədə, istədiyiniz iş yerlərində işçilərin sosial hüquqlarını qoruyan həmkarlar təşkilatı da fəaliyyət göstərir. Bəzi iş yerləri bunu bilməsə də əslində fəaliyyət göstərməlidir və göstərir. Müxtəlif peşə sahiblərinin birgə çalışması iş yerlərində müxtəlif sosial əlaqələrin yaranmasına imkan verir. Başqa peşə sahibləri bir arada işləyə bilər ki, bu da onların sosial əlaqələrinin yaranmasına imkan verir. Bax, gördüyünüz kimi şəkillərdə sənaye tikiş fabriki var, orada işçilər var. Məsələn, tikənlər də var. Məsələn, aparatları idarə edə bilənlər var və yaxud oranın müdürü var və yaxud da başqa işlə məşğul olanı var. Onlardan müxtəlif iş sahibi sayılırlar. Və yaxud da kənd təsərrüfatında əkinçilik, gördüyünüz kimi burada da işçilər var, işçi heyəti var, sosial qruplar var, eləcə də nəqliyyatda avtobus şoferləridir. Kifayət qədər əziyyət çəkirlər. Hər birini buradan alqışlamaq lazımdır ki, yəni bizim üçün çox iş görürlər. Xüsusilə də bu avtobus şoferlərini ona görə, sürücülərini ona görə həqiqətən alqışlayıram onların əməyini ki, çox yorucu işlə məşğul olurlar, hər cür insanla qarşılaşırlar. Onları anlamağınızı istəyirəm. Dərsimiz bu qədərdir. Gəlin indi tapşırıqlarının izahına baxaq. Deməli, başlayaq suallarımızın cavabına. Uşaqlar, A şəklinə və mətninə əsasən məktəbdə şagirdlər arasında sosial münasibətləri şərh edin. A şəklində şagirdlərin məktəb həyətində rəqs etməsi təsvir edilmişdir. Oğlanlar, qızlar sıxıntı olmadan öz sevinclərini biruzə verirlər. Sosial əlaqələrin təbii və güclü olduğu aydın görünür. Yəni, bunu öz sözlərinizdə də yaza bilərsiniz. Buradakı sözlərdə istifadə edə bilərsiniz. Şəkildə nə görürsünüz, onu aydın şəkildə fikrinizi ifadə edə bilərsiniz. Mütləq də bu sözləri, bu imini, yəni mən yazdıqlarımı orada istifadə etməyiniz məcburi deyil. Sadəcə yaza bilərsiniz, məktəb həyətində şagirdlər, qızlar, oğlanlar təbii formada, sıxıntı olmadan oynayırlar, sosial əlaqələri təbii və güclü olduğu görünür. Növbəti sualımıza baxaq. Məktəbdən kənar sosial həyatda hansı fəaliyyətiniz var? Bu, sırf sizin şəxsi həyatınıza yönəlmişdir. Bu sualı, yəni özünüz hansı şəxsi həyatda, yəni hansı fəaliyyətləriniz var? Məktəbdən sonra hansı sosial həyatda fəaliyyətiniz var? Bunları özünüz yaza bilərsiniz. Məsəl üçün, dərsdən sonra hansı dərnəkdə iştirak edirsiniz? Kimlər idman klubuna gedir? Kimlər musiqi dərsinə gedir? Kimlər könüllü cəmiyyətin üzvüdür? Və yaxud da qonşuluğunuzda yaşayan tənha və ya yaşlı insanlar üçün hansı kömək edirsiniz? Bax, bu tipdə suallara cavab yaza bilərsiniz və yaxud da bunlar olmasın, başqa bir suallar olsun. Yəni, hansı işlə məşğul olursunuzsa, o fikirləri yaza bilərsiniz. Hər halda yəqin ki, müəyyən bir, belə deyək də, hansı bir fəaliyyətiniz var dərsdən sonra, dərs oxuyursunuz, amma boş qalan vaxtınızda hansı bir fəaliyyətlə məşğul olursunuz. Bunun özü də sizin sosial həyatınıza kömək göstərəcək. Növbəti sualımıza baxaq. Üçüncü sualda B şəklində təsvir olunan sosial əlaqələri şərh edin. Şəkil artıq sizin öz gözünüzün qarşısındadır, bilirsiniz. Kitaba baxaraq bərabər şəkildə yazmağınızı tövsiyə edirəm. B şəkildə universitet həyəti təsvir edilmişdi. Bayaq məktəb həyəti idi. İndi universitet həyəti təsvir edilmişdi. Yaşıllıqla əhatə olunmuş məkan tələbələrin aktiv istirahət üçün nəzərdə tutulub. Bəziləri kompüterdə işləyir, müzakirə edir və yaxud da kitab oxuyur. Onların bu məkanda olmasının səbəbi ətrafdakı landşaftın onlara istirahət verə bilməsidir. Yəni, ətraf necə gözəldirsə, təbiət necə gözəldirsə, onlara, yəni bu belə deyək də, ətraf mühit onlara istirahət verə bilməsidir. Səbəbi ondan ibarətdir.
Deməli, 4-cü sualımıza baxaq. A və B şəkillərinə əsasən qrupların sosial həyatını və məkanını müqayisə edin. A şəklində şagirdlər qayğısız görünür. A şəklindən fərqli olaraq B şəklində tələbələr əsasən dərslərlə məşğul olurlar. Hər iki məkanda fərdlər arasında güclü sosial əlaqələr olduğu görünür. Oxşarlıq odur ki, hər ikisində sosial əlaqə var. Fərqlilik odur ki, A şəkli məktəb şagirdlərindən ibarətdir. Daha qayğısızdılar. Biraz daha bekardılar sanki. Boş vaxtları var, onunla məşğul olurlar. Ancaq B şəklində tələbələr dərslərlə məşğul olurlar. Onlar daha işgüzardılar, hal-hazırda dərslərlə məşğul olurlar, oxuyurlar, bilirlər ki, oxumasalar kəsiləcəklər. İmtahandan keçməyəcəklər. Amma A şəklindəkilər təəssüf ki, düşünürlər, onsuz ki, oxumasam da keçəcəm. Belə bir şey yoxdur, amma özünüzü aldadırsınız. Əslində özünüzü yola vermiş olursunuz. Yəni elə məktəb oxumaq xətrinə oxumaq lazım deyil. Çalışın ki, ondan yararlanasınız. Boş-boşuna 9 illik icbari təhsil yoxdur. Boşuna verilmir yəni bu. Bu 9 illik təhsildən yayınmaq təbii ki, bir cinayətdir. Ancaq çalışmaq lazımdır ki, bu 9 iliniz boşuna getməsin uşaqlar. Çünki növbəti illərdə bu 9 ili çox axtaracaqsınız. Və yaxud da 11 ilinizi çox axtaracaqsınız ki, mən niyə boş-boşuna həyatımın 11 ilini mən nəyəsə qurban vermişəm. Heç bir səbəbi olmayan bir şeyə qurban vermişəm. Çalışın ki, bundan yararlanın. Boşuna dövlət bu şəraiti sizlər üçün yaratmır. Boşuna müəllimlər sizlər üçün dərs keçmir uşaqlar. İstifadə edin müəllimlərinizdən yaxşı mənada. 5-ci sualda C və D şəkillərində təsvir edilən iş yerlərində sosial münasibətlərə dair hansı fikirlər söyləyə bilərsiniz? Deməli, C şəklində bir qrup işçinin bilavasitə işlə əlaqədar müzakirə etdikləri aydın görünür. İş prosesində müxtəlif yaşlı və müxtəlif peşə sahibləri hansısa problem həll edirlər. Bayaqlarda oxumuşduq mətndə müxtəlif yaş qrupları birlikdə çalışırlar və D şəklində isə iş yerində istirahət vaxtıdır. Hər iki şəkildə sosial münasibətlər səmimi və yüksək səviyyədədir. Bunları da öz fikirlərinizə yaza bilərsiniz. Yəni belə dəqiq cümlələrdən istifadə etməsəniz də öz sözlərinizdə də istifadə edib yaza bilərsiniz. Sadəcə bir yönləndirmə üsuludur bu. 6-cı sualımızda Y şəklindəki iş prosesi sosial əlaqələrin yaranmasına necə təsir edə bilər? İlk öncə onda deyim ki, bu videoya baxaraq əslində müəyyən məlumatlar əldə etmiş olursunuz. Sualın cavabını yazmaq xatirinə videolarımıza baxmayın, çox xahiş edirəm. Dərsdən nəticə çıxarmanızı tələb edirəm bir müəllimi olaraq. Y şəklində böyük bir kollektivin iş prosesi təsvir edilmişdir. İşçilərin diqqəti idarə etdikləri dəzgahlarda, tikiş maşınlarındadır. İş prosesində sosial əlaqələr zəifləyir, lakin kollektivin böyüklüyü istirahət saatlarında burada güclü sosial əlaqələr olduğuna əsas verir. Və yaxud da qısaca olaraq da müəyyən şeylər yaza bilərsiniz. Məsəl üçün, Y şəklində böyük bir kollektiv, kollektivin iş prosesi təsvir edilmişdir. İşçilərin fikri hardadır? Dəzgahda, tikiş maşınındadır. Burada təbii ki, danışmaq qadağan kimi bir şey sayılır da uşaqlar. Hər kəsin başı öz işinə qarışıbdır. Ona görə sosial əlaqə zəifdir. Amma digərində böyük istirahət saatlarında sosial əlaqələr daha güclü olmasına imkan verir istirahət saatlarında. Çünki iş vaxtı çox da danışmaq olmaz. Məsəl üçün, adicə məktəb kollektivindən danışaq, müəllimlər hər biri girir öz sinifinə, öz saatlarında dərslərini deyir və burada danışmaq, əlaqə saxlamaq qeyri-mümkündür. Ancaq istirahət vaxtlarında müəllimlər də danışır, sosial əlaqələr qura bilirlər. F şəklində, 7-ci sualda F şəklindəki iş mühitindəki sosial həyata dair nəyi söyləmək olar? F şəklində iş mühiti insan təbiət prinsipi üzərində qurulmuşdur. Əkinçiliklə məşğul olan iş kollektivi bir-birindən kənarda çalışır. Lakin iş prosesində asıllıq vardır. Kimisi bitkinin ştilini çıxarır, digəri onu daşıyır, digər biri isə əkir. Sosial əlaqələr iş prosesində əhatə edir. Yəni, hərəsi öz işi ilə məşğul olsa da, amma bir-birlərini asılı vəziyyətdə demək olar ki, hərəkət edirlər. İstər-istəməz hər hansı bir iş görərkən də bir-birləri ilə iş barəsində də olsa əlaqə saxlayırlar. Bunu demək istəyirəm. 8-ci sualda G şəklində təsvir edilən iş prosesində hansı sosial münasibətlər ola bilər? İş mühiti insan-texnika prinsipi üzərində qurulmuşdur. Avtobus sürücüləri eyni müəssisədə çalışsalar da bir-birlərlə az təmasda olurlar. Çünki iş zamanı ayrı-ayrı avtobuslar idarə edirlər. Lakin sürücülərin sərnişinləri ilə sosial əlaqəsi güclüdür. Yəni, iki avtobus sürücüsü olsun, həmin avtobus sürücüləri iş vaxtlarını bir-birləri əlaqə saxlaya bilmirlər. Bir-birlərini tanıdıqları halda, eyni müəssisədə işlədikləri halda danışıb əlaqə saxlaya bilmirlər. Amma nəqliyyatda sürücülər sərnişinlərlə daha çox sosial əlaqə saxlaya bilirlər işindən dolayı.
vəziyyətdən dolayı onlar daha çox əlaqə saxlaya bilirlər. G şəklində təsvir edilən iş prosesi, hansı sosial münasibətlər? Bəli, avtobus sürücüləri ilə bağlı sual idi. Və 9-cu sualda Y, F, G şəkillərindəki iş yerlərində çalışan fərdlərin sosial həyatlarını müqayisə edin. Biraz uzun cümlə olacaq, çünki bir-birlərinə biraz əlaqəli şəkillər olduğu üçün bunları biz fikirlərimizi ifadə etmək üçün cümləmiz uzun ola bilər, amma qısa cümləniz varsa özünüz yaza bilərsiniz. Hər üç şəkil müxtəlif sahələrə aid iş yerlərini göstərir. Fabrik, tarla, xidmət sahəsi. İşçilər iş prosesində gördükləri işə uyğun olaraq fərdləri ilə sosial əlaqələrə malik olurlar. Bir şey də qeyd edeyim. Burada məsəl üçün maddi istehsal var, qeyri-maddi istehsal. Məsəl üçün hər hansı bir məhsul istehsalı varsa burada maddidir. Amma xidmət sahəsidir, məhsul istehsalı yoxdursa bu olacaq qeyri-maddi. İşçilər iş prosesində gördükləri işə uyğun olaraq fərdlərlə sosial əlaqələrə malik olurlar. Məsələn, iş prosesində Y şəklində işçilər əsasən dizayner, təminatçı ilə, F şəklində briqada rəhbəri, aqronom ilə, G şəklində isə tədrisatçı, aqronom ilə iş əlaqələri qura bilər. Lakin hər üç şəkildə insanlar çalışır, onların sosial həyatda aktivliyi şübhəsizdir. Müqayisə, yəni o deməkdir ki, uşaqlar, müqayisə odur ki, oxşar və fərqli cəhətləri, yalnız oxşar cəhətini yazmamışam. Həm oxşar, həm fərqli cəhətlərini qeyd etmişəm. Burada yararlana bilərsiniz. Onların hansının öz övladlarına ayırdıqları vaxtı müqayisə edir. Yəni, hansı daha çox öz övladına vaxt ayıra bilir, hansının vaxtı olmur. Bu cümləni yazmasanız da olar. Ancaq oxşar fərqliliyi odur ki, uşaqlar, hər bir işçi, məsələn, Y şəklində dizayner, təminatçı ilə, F-də briqada, aqronom ilə bu şəkildə, yəni rəhbər, belə deyək də, işçi ilə münasibətləri var, əlaqələri var. Ancaq hər üç şəkildə insanlar çalışır. Oxşarlıq odur ki, onların sosial həyatda aktivliyi şübhəsizdir. O sözdə yazmasanız olar. Yazın ki, hər üç şəkildə insanlar çalışır və bu da onun oxşar cəhətləridir. Belə, dərsimiz bu qədər. Dəyərli izləyicilərim, dəyərli abunəçilərim, əgər hələ də abunəçi deyilsinizsə, kanalımı bəyənməyinizi, abunə olmanızı xahiş edirəm. Hər birinizə uğurlar arzu edirəm, zehin açıqlığı arzu edirəm. Gələn dərslərimizdə görüşmək ümidi ilə. Sağ olun.